Salam, xoş gördük hər birinizi. Bugün bir məsələ haqqında danışacağıq. Deməli, hökmlərdə belə bir şey düşür. Yazır ki, modal söz işlənmiş cümlədə mütləq vergül olur. Biz də modal söz haqqında bu qaydanı bilirik ki, modal söz cümlənin əvvəlində gəlibsə, ondan sonra vergül, axırında gəlibsə, ondan əvvəl vergül, ortada gəlibsə, hər iki tərəfindən vergül qoyulur. Hətta burada e, bəzən fərqli də yaza bilərlər ki, həm cümlənin harasında işlənib, nə edib belə. Amma unutmamaq lazımdır ki, sanki, elə bil, güya. Bunları unutmaq olmaz ki, bu modal sözlər modal söz olsa da vergülsüz işlənir. Deməli, modal söz işlənmiş cümlədə mütləq vergül işlənməlidir hökmü yanlışdır. Yəni ola bilər ki, modal söz işlənən cümlədə vergül işlənə bilər, vergül işlənir, bu ehtimal kimi verilə bilər. Amma fakt kimi mütləq işlənəcək, bu artıq yanlış olur.